Və Peyğəmbər açıq şəkildə bildirir ki, bütün müsəlmanlar, bütün xristiyanlar və ya hər hansı bir dinin bütün ardıcıllarının hamısı cənnətə girəcək deyə bir şey yoxdur. İnsan sadəcə olaraq düzgün din seçməli deyil, eyni zamanda düzgün firqəni də seçməlidir. Və bütün dinləri və firqələri öyrənmək isə qeyri-mümkündür. Və bu səbəbdən, məsələn, universitetə gedən və müqayisəli dinlər üzrə ixtisas seçən və ya seminarlara gedərək müəyyən bir dini öyrənən hər kəs yalnız bir sahə üzrə ixtisaslaşa bilər. Onlar, məsələn, yalnız yeni dövr dinləri üzrə və ya şərq dinləri, hinduizm, buddizm və ya konfusitçilik üzrə ixtisaslaşa bilərlər və ya qərb dinləri üzrə ixtisaslaşa bilərlər. Qərb dinləri dedikdə isə 3 əsas dini nəzərdə tuturlar: Yahudilik, Xristianlıq və İslam. Və onlar adətən yalnız birini seçərək ixtisaslaşırlar. Ya Xristianlıqda, Xristianlığın tarixində, İncildə, ya Yahudilikdə, ya da İslamşünaslıqda. Amma heç kim bütün dinlər üzrə ixtisaslaşa bilmir. Çünki bir insan ömrü bunun üçün kifayət etməz. O halda hansı yolu seçəcəksən? Burada 16 yol var. Amma həqiqətdə təsəvvür edin, 10 minlərlə seçim, 10 minlərlə din və hər dinin daxilində 10 minlərlə təriqət. Hansı firqəni seçəcəksən? Hansı yolu seçəcəksən? Budur çıxılmaz vəziyyət. Və bu problem elə bir problemdir ki, böyük səhabə Müfəzzəl İbn Öməri ağladıb, ürəkdən ağladıb. O, İmam Sadiqin əleyhissalam huzurunda oturarkən rəvayətdə deyilir: bunu eşitdikdə ağlamağa başladım. İmam buyurdu: ey Əbu Abdillah, niyə ağlayırsan? Müfəzzəl cavab verdi: ağa, necə ağlamayım ki, buyurursunuz 12 bayraq, 12 şuar, 12 firqə və ya 12 dəvətçi ortaya çıxacaq və hamısı da bir-birinə bənzəyəcək. Belə olan halda bu qədər seçim içində biz haqqın bayrağını necə tanıyaq? Və o sadəcə 12 seçimdən danışır. İmam buyurdu: ey Əbu Abdillah, bu günəşi görürsənmi? Mən dedim: bəli. İmam buyurdu: Allaha and olsun, bizim işimiz bu günəşdən də aydındır. Beləliklə, haqqı və doğru yolu tapmaq əslində asan olmalıdır. İmam Sadiq əleyhissalam da bunu buyurur. Bəs bu iki şeyi, yəni bütün bu müxtəlif firqələrin, dinlərin, seçimlərin mövcudluğunu İmam Cəfəri Sadiqin əslində bunun heç də çətin seçim olmadığını deməsi ilə necə uzlaşdıra bilərik? Biz bu çaşqınlıq okeanında boğularkən xilas ipini haradan tapa bilərik?